Bir də görürsən ki, telefon adamın əlində olur dəfələrlə. Dəfələrlə adamın telefonu baxırsan. Səndən sadə soruşurlar. Təzdən dönürsən, bir də nə edirsən? Baxırsan. Birincidə məqsəd görürdün, baxmırdın. Diqqət yox idi, təvəccüh yox idi. Amma ikincisində diqqət elədin, təvəccüh elədin, bilmək üçün baxdın. Biz də baxırıq. Deyərsən, mən də baxıram. Obrisi deyər, mən də baxıram. Dağa da baxıram, dənizə də baxıram. Ulduza da baxıram, özümə də baxıram. Təvəccühlə, niyyətlə baxmırsan, Allaha görmək üçün baxmırsan, Allaha görmək üçün. Baxsan görəcəksən. Təkəli görmürdü ya. Sən də görəcəksən. O qapı sənin üçün də açıqdır, mənim üçün də, Əli və Peyğəmbər üçün də açıqdır. Hər kəs üçün açıqdır. Allah qapını açıq qoyur. Amma zatının qapısını hər bir kəs üçün bağlayıb. Mələkələr üçün də bağlayıb, ənbiya üçün də bağlayıb, ofsiya üçün də bağlayıb, hər kəs üçün bağlayıb. Heç kəs onun zatından xəbər verə bilməz.